o narazı insan, belə deyək ki, iş yeri tapa bilməyən insan, ailə büdcəsi yetərincə olmayan, problemlərini çözə bilməyən insan bu səhnələri görəndə fikirləşir ki, buna hakimiyyət imkan yaradır. Buna dövlət imkan yaradır. Çünki hakimiyyət, dövlət imkan yaratmasa, bu adam belə, bu və bunun kimi adamlar belə qol qanad aça bilməzlər. Yəni, bugün bilirsiniz necədir? Məsələn, gedirsən dəniz kənarında, indinin özündə də, elə bax, bu Göradil tərəfdə. Mən orada bir bağım da var, gedib gəlirəm. Nəfəs kəsən bir uzunluqda, belə deyək, bir bağ. Sputnikdən də baxırsan, içində də hər şey var. Akvaparka qədər içində var. Bunu kim tikibdir? Hansı vəsaitlə tikiblər? Bilirsiniz necədir? Mənbə bəlli deyil. Pulun mənbəyi bəlli deyilsə, o tikintinin mənbəyi bəlli deyilsə, demək bu oğurluqdur. Hardan oğurluqdur? Büdcəyə gələ biləcək pullardan oğurluqdur. Xalqın cibindən oğurluqdur. Bütün bunlar hamısı nəticə etibarilə hakimiyyətlə insanlar arasında, cəmiyyət arasında bir, belə deyək də, uçurma aparır, bir məsafə yaradır, bir boşluq yaradır. Və ona görə hesab edirəm ki, kimliyindən asılı olmayaraq, bu yolu indi keçibdir də, bizimki keçib, Qarabağdan sonra xüsusilə də biz üzümüzü çevirməliyik. Bütün bu məsələlərin həllinə kimliyindən asılı olmayaraq hər kəs hesab verməlidir, hər kəs hesabat verməlidir. Sən bu pulu hardan almışsan, bu cah-cəlalı yaratmışsan? Bu cah-cəlalı dövlət məmuru olaraq yaratmışsansa, demək dövlətdən oğurlamısan, bunun alternativi yoxdur. Dövlətdən oğurlamısansa, demək bu pullar dövlətin xəzinəsinə çatmalı ikən sənin cibinə gəlib, sən yaratmışsan bunları və sənin cibinə, dövlətin cibinə getməli, dövlətin xəzinəsinə getməli pul sənin cibinə gəlibdirsə, deməli sən xalqın cibinə girmirsən. Çünki dövlətin büdcəsinin 40-41% sosial yönlü büdcədir. Bugün biz nədən qazimizə 80 manat yardım verməliyik? Niyə görə? Bax, bu qəbildən sadaladığımız bir dənə deyil axı. Onlarla biz belə böyünləri, yüzlərlə belə bir faktlar sadalaya bilərik. O, neft şirkətinin keçmiş rəhbəri Adnan Əhmədzadə tutuldu. Nələri çıxdı? Hansı cah-cəlalları çıxdı? Hardan alınmışdı bunlar? Neftin pulları, neftdən oğurlanmış pullardan. Və bütün bunlara biz üzümüzü çevirməliyik. İndi deyirlər, nə etmək lazımdır? Deyirəm ki, islahat aparmaq lazımdır. Xeyr, islahat aparmaq lazım deyil. İnqilabi bir dönüş eləmək lazımdır. Bax, söz budur. Yəni, baxışları inqilabi bir formada dəyişmək lazımdır bütün bu məsələlərin həllinə. Onda bax, o Qubanın o keçmiş icra başçısının dediyi kimi ki, mən o siyahıda yoxam. Hamı o siyahıda olmalıdır. Siyahı yenilənir. Bəli, hamı o siyahıda olmalıdır. Kimlər ki, əyri yolu tutublar, bu dövlətin cibinə giriblər, bu xalqın cibinə giriblər, hakimiyyətlə xalq arasında narazılıq yaratmağa xidmət ediblər bu yolla. Bunlar hamısı o siyahıda olmalıdır. Bax, sözümün canı budur. Siz məndən soruşursunuz, mən deyirəm, hamı o siyahıda olmalıdır. Kim oğrudursa o siyahıda olmalıdır.